Lənkəranda cido idman növü üzrə daha bir uğura imza atılıb. Belə ki, Lənkəranlı idmançı Avropa Kuboku yarışından gümüş medalla qayıdıb. 25-26 iyul tarixlərində Abşeron Olimpiya İdman Kompleksində cido üzrə Avropa Kuboku yarışı keçirilib. Yarışda Lənkəran Olimpiya İdman Kompleksinin idmançısı Əlizadə Rüqəyyə U16 yaş kateqoriyasında 52 kiloqram çəki dərəcəsində uğurla çıxış edərək gümüş medal qazanıb və ikinci yerə layiq görülüb. Avropanın müxtəlif ölkələrinin qatıldığı bu nüfuzlu yarışda Rüqəyyə öz qətiyyəti, texniki bacarığı və sarsılmaz iradəsi ilə diqqət mərkəzində olub. Finala qədər bütün rəqiblərini böyük üstünlüklə məğlub edən gənc cidoçu həlledici görüşdə də son saniyəyədək əzmlə mübarizə aparıb. İlk region birinciliyim olmuşdu. Orada birinci yer tutmuşdum. Sonra seçim turu olmuşdu. Seçim turunda üçüncü yer tutmuşdum. Sonra Avropa Kuboku oldu. Orada ikinci yer tutdum. İnşallah gələn dəfə birinci tutacağam. Özümə inanıram. Hal-hazırda dayanmıram, məşqlərimə daim gəlirəm ki, qabağa gedim, daha yaxşı nəticələr əldə edeyim. Dekabr ayında respublikam var. İnşallah orada böyük nəticə əldə edib müəllimi sevindirəcəyəm, valideynlərimi sevindirəcəyəm. Rüqəyyənin qazandığı uğurlarda xüsusi payı olan cido idman növü üzrə beynəlxalq dərəcəli məşqçi, ikinci dan qara kəmər Əkbər Gənciyev deyir ki, bu nailiyyət bütövlükdə Azərbaycan idmanının növbəti böyük qələbəsidir. 15 yaşında belə bir zirvəni fəth etmək gənc idmançımızın gələcəkdə daha böyük qələbələrindən, o cümlədən Olimpiya çempionluğu zirvələrinə ucalacağından xəbər verir. Bu gün bizim üçün çox qürurlu və əlamətdar gündür. Lənkəran cidosu tarixində ilk dəfə Avropa Kubokunda medal qazanılıb. Bu uğur ilk növbədə idmançımızın zəhmətinin, əzmkarlığının və intisamının nəticəsidir. İnanıram ki, bugün qazandığımız uğur Lənkəran cidosu üçün yeni bir başlanğıcdır. Bu medal digər uşaqlarımıza da motivasiya verəcək və gələcəkdə Lənkəranımızın adını beynəlxalq arenalarda daha tez-tez eşidəcək. Və məqsədimiz təkcə bu uğurları təkrarlamaq deyil, daha çox idmançımızın Azərbaycan çempionatlarında, Avropa kuboklarında, Avropa və dünya birinciliklərində medal qazanmasıdır. Bu uğurda əməyi olan hər kəsə, valideynlərə, Azərbaycan Judo Federasiyasına və bizə dəstək göstərən hər kəsə təşəkkür edirəm. İnşallah bu ilk böyük uğurumuzdur və ardı daha böyük qələbələrlə davam edəcək. Qeyd edək ki, hazırda intensiv şəkildə fiziki hazırlıq məşqlərini davam etdirən Rüqəyyə Əlizadə bu ilin dekabrında ölkəmizdə keçiriləcək Respublika birinciliyinə hazırlaşır. İsmail Cəfərli, Hüseyn Rızayev, Eldəniz Qurbanov, Lənkəran.